Özellikle Səfəvilər zamanına ait, mən daha əvvəl dedim, onlarla sənəd var. Onlarla araşdırdım ki, yəni bu adam bunların ikisindən istifadə edib ki, bunlar türk olmayıblar. Olmayan bir şeyi özündən əlavə edir. Çünki oxumayıb, araşdırmayıb, başa məni. Səfəvilərin belə bir iddiası var idi və əllərində də bu cür bir soy ağacı var idi. Ancaq artıq onların seyidlik şəcərəsi Azərbaycan Həqibül Əşraflığı Sizə Bismillahirrahmanirrahim sözümü oxuyuram deyəsən. Sözümüz mü yazıb bura, yoxsa nə? Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzaddə kanalında sizi xoş gördük. Alternativ tarix layihəsi üzrə verilişlərimiz davam edir və bu gün də bizim qonağımız görkəmli Səfəvişünas professor Namiq Musaldır. Bilirsiniz ki, bu yaxında biz Namiq müəllimlə Səfəvilər dövləti ilə bağlı miflər və həqiqətlər mövzusunda veriliş çəkmişdik və bu veriliş kifayət qədər marağa səbəb oldu və sizdən bizə xeyli suallar gəldi və xüsusilə də bu belə deyək, anti-Səfəvi təbliğatı ilə təbliğat altında olan bəzi şəxslərin xüsusilə marağına səbəb oldu ki, onlar inanmırdılar bu deyilənlərə və bizdən israrla sənədlər tələb edirdi və mən də Namiq müəllimdən xahiş elədim ki, keçən dəfəki dərsimizdə dediyi bütün sənədləri bu günləri göstərsin. Təbii ki, əlində olanları, mən eləsi ola bilər, arxivin özündədir. Əlində olanlardan hansılar varsa, onları bizə sənəd olaraq göstərəcək. Və bu verilişdə, və mən bir şey də deyim sizə. Biz konkret hansısa bir dövlətin və yaxud da ki, tariximizdə olan hansısa bir şəxsiyyətin fanatikliyini eləmirik. Nə desə odur. Yəni, doğruya doğru, əyriyə əyri. Yəni, burada kiminsə pərəstişini aparmaq və s. yoxdur. Əlbəttə ki, Səfəvilər dövlətinin də səhvləri var. Səfəvilər dövlətinin də müəyyən mənada cinayətləri də var. Yəni, bunu da etiraf eləmək lazımdır. Deyəcək ki, keçən dəfə biz bunu dedik. Lakin, hər hansısa bir, belə deyək də, bu mənfi hala görə biz tariximizdən Səfəvləri silə bilməliyik. Eyni zamanda, bütün bunların hamısı Səfəvlərlə bağlı Namiq müəllimin keçinə və dediyi faktları da inkar eləmir. Necə ki, onun dediyi faktlar hamısı sənədlərə əsaslanır və bugünkü verilişimizdə də biz bunu göstərəcəyik. Buyurun Namiq müəllim. Keçən dəfə, deməli, qısaca mən deyim, biz Səfəvlərin kökəni barəsində danışdıq. Dedik ki, Səfəvlər dövləti, Şeyx Səfi barəsində ilkin mənbə olan Səffatüs Səfada dəfələrlə o Türk piri adlandırılır. Yəni bu verilişimizdə inşallah ki, bunun göstərərsiniz. Sonra belə bir iddia oldu ki, Səfəvlərin Seyid kökəni haqqında, yəni Seyid köklü olması haqqında sənədlər. Əvvəllər tarixşünaslığımızda belə deyilirdi ki, Səfəvilər dövləti yaranandan sonra bu iddialar ortaya çıxıb. Yəni, həmin o Səffatüs Səfanın nüsxələrinə əlavə olunub. Lakin siz dediniz ki, hələ Səfəvilər dövləti yaranmamışdan qabaq da Səfəvilərin Seyid kökənli olması ilə bağlı sənədlərdə məlumatlar var. Xüsusilə də mənim marağımı o çəkdi ki, siz deyirsiniz ki, Qaraqoyunlu dövrünə aid Nəqibül Əşraflıqda sənədlər var. Yəni, o dövrün seyidlərinin başçısı da Nəqibül Əşraf, belə bir vəzifə vardı. Siz də keçən bunu izah elədiniz. Onların qeydiyyatında var Səfəvilər, Qaraqoyunlu dövrünə aid və ondan da qabaqçı dövrlərə aid. Bu var, bunu dediniz. Sonra bir də ki, Səfəvilər dövrünə aid çoxlu sayda türkcə fərmanların olduğunu dediniz. Əsas bu üç tezis ətrafında sənədlərlə inşallah ki, davam edək. Namiq müəllim, buyurun, söz sizdədir. Çox sağ olun Samir müəllim. Mən də izləyicilərimizi salamlayıram. Hər vaxtınız xeyir olsun. Deməli, 2018-ci ildə Ankara'da bir simpozium var idi və orada mən bir məruzə hazırlamışdım. Və siz mənə müraciət edəndə ki, bu haqda müəyyən sənədlər olsun və s. Mənim o vaxt hazırladığım slayd hələ də var və mən istəyirəm ki, ondan faydalanım. Çünki orada müxtəlif mənbələrdən nümunələr verərək mən bu məsələni izah etmişdim. Çox üzr istəyirəm, sırf həmin o mənbənin skrini var da, yəqin ki, o slaydın özündə. Bəli, var.
Yəni burada ən mühüm mənbə biz əvvəl də ifadə etdik. Saffətüs Səfadır. Saffətüs Səfa 1358-ci ildə tamamlanmış bir əsərdir. Çox həcmli bir əsərdir. Bunda müxtəlif əlyazmaları var. Və Kəsrəvi adında İran alimi 1920-ci illərdən etibarən o müəyyən iddialar ortaya atdı. Səfəvilərin türk və seyid olmadıqları haqda, bunların hər ikisini inkar edən və s. Və Səfəviləri İrani etnoslara bağlamaq üçün müəyyən mülahizələr orada önə sürdü, müəyyən iddialar önə sürdü. Azərbaycan alimlərindən Oqtay Əfəndiyev və Mirzə Abbaslı ayrı-ayrılıqda onun bu iddialarının əleyhinə əks argumentlər önə sürdülər. Oqtay müəllimin əsərini yəqin ki, izləyicilərimizin də böyük əksəriyyəti oxuyub ən azından. Bəli, ən azından onun argumentlərindən xəbərləri var, mən hesab edirəm. Mirzə Abbaslı isə o illərdə 50 səhifəlik məqalə hazırladı. Hardasa bundan 50 il əvvəl yayınlandı, Ankara'da yayınlandı. Və orada Kəsrəvinin bu mülahizələrinin yanlış olduğunu, Saffətüs Səfanın çox əski əlyazmalarında və nəinki əski, bütün əlyazmalarında, baxın bunu əvvəl dedim, istisnası olaraq deyirəm, bütün əlyazmalarında türk olduqları açıq-aşkar ifadə edilib. Çox üzr istəyirəm, müəllim. Orada Mirzə Abbaslı səhv etmirəmsə deyir ki, mən ilk nüsxənin mikrofilmi üzərində oxuyub da onu. Bəli. Orada da türk sözü yoxdur deyir. Mən elə oxumuşam, səhv etmirəmsə elə deyir. Son cümləni bir daha xahiş edəsəm. Yəni orada da deyir ki, Mirzə Abbaslı öz məqaləsində deyir ki, mən ilk mikrofilmi əldə eləmişəm. İlk belə deyək, 1358-də İbn Bəzzazın özü tərəfindən yazılan əsərin özünü əldə eləmişəm. Ondan oxumuşam və orada Əl-Kurdi sözü yoxdur. Belə deyir. Haqlısınız. Bəli, deməli orada açıq-aşkar yenə deyirəm, həm Mirzə Abbaslı'nın yararlandığı əlyazmada, həm də digər bütün Saffətüs Səfanın bütün əlyazmalarında türk olduqları açıq-aşkar vurğulanır, ifadə edilir. Amma burada bir iş var idi ki, 1950-ci illərdə Toğan, deməli, məşhur bir alimdir, Başqırt mənşəli alimdir. Türkiyədə uzun müddət akademik fəaliyyətlərini sürdürüb, müəyyən bir müddət Avstriyada da olub belə. Toğanın, deməli, fransızca məqaləsi var. Mən elə onu 2000-ci illərin əvvəllərində oxumuşdum. Deməli, 12 səhifəlik məqalə deyil, 4 səhifəsi Saffətüs Səfanın farsça mətnlərindən ibarətdir, qalan səhifəsi fransızcadır. Deməli, orada da Səfəvilərin deməli, seyid olmadıqlarını, türk olmadıqlarını eyni zamanda iddia edir və Kürd mənşəli olduqlarını ifadə edir. Toğanın belə bir fikir önə sürməsi müəyyən çevrələrdə yanlış fikirlərin formalaşmasına səbəb olmuşdur. Mən ona görə də bu Ankara'da bu simpoziumda iştirak edəndə mən əsas etibarilə Toğanın orada önə sürdüyü faktlar nədir? Onları mən araşdırdım və onun haqlı olub olmadığını orada özüm üçün müəyyənləşdirmək istədim. Və orada da Toğan demək 3 əlyazma nüsxəsindən istifadə eləmişdi. Bunların arasında xüsusən də 2 əlyazma nüsxəsi ki, biri Hollandiyada saxlanılır, biri isə Ayasofya'ya aiddir. Ayasofya'da qeydiyyata alınıb. Deməli, bu 2 əlyazma əsasında Səfəvilərin türk və seyid olmadıqlarını iddia edirdi. Mən bu 2 əlyazmanın ikisini də əldə etdim mən və deməli, bu əlyazmaların oxunması əsnasında məlum oldu ki, hər 2 əlyazmada əslində Səfəvilər həm seyid adlandırılırlar, həm də türk olduqları onların ifadə edilir. Bəzi şəxslər deyə bilərlər ki, bunlar bir-birinə ziddir, yəni seyid isə bu demək ərəb mənşəlidir. Bunu əslində ilk çıxışımda da mən bunu izah elədim. Burada heç bir, belə deyək də,
ziddiyyətin olduğunu mən zənn etmirəm. Nə üçün? Çox sadə bir şəkildə izah edəsək əgər. Bəli, bu ailə, əvvəla burada seyid olduqları səfada vurgulanırsa və yaxud orada seyidli şəcərələri varsa, bu hələ onların seyid olduğunu ifadə etmir. Yəni, amma bu neyi ortaya çıxardır? Bunu ortaya çıxardır ki, Səfəvilər iqtidara yüksəlmədən də çox-çox əvvəllər seyid olduqlarını ifadə edirdilər və onların ətrafındakı insanlar da bunları bir seyid ailəsi kimi qəbul edirdilər. Yəni, tarixçi kimi bizi maraqlandıran məsələ budur. Yoxsa ki, yəni, həqiqətən bunların soyu seyid deyə gedib çıxmırdı. Bunun, yəni, sırf tarix araşdırması anlamında heç bir mənası yoxdur. Məsələn, heç bir mənası yoxdur. Amma bizim üçün burada mənalı olan xüsus nədir? Odur ki, bu ailə özünü seyid ailəsi olaraq ifadə edirdi, lakin türk ailəsi olaraq da eyni zamanda ifadə edirdi. Bəs bu ziddiyyət təcrübə olacaq. Burada əslində bir ziddiyyətin yenəcək olduğunu mən zənn etmirəm. Əslində bunlar seyid şəcərəsinə sahib, türkləşmiş bir ailə olduğunu söyləmək istəyirdilər. Yəni ki, bu da bilirsiniz ki, bu da o illər içində, ondan sonra ilk zamana qədər də bu sıradan adi bir şeydir. Yəni, indi Azərbaycanda çox sayda insanlar var ki, seyid olduqlarından, bunlar heç biri özünün ərəb olduğunu iddia etmir. Türk olduqlarını, Azərbaycanda olduqlarını deyirlər. Yəni, Səfəvilər də əslində Saffətü Səfada bu cür faktlara yer verərək bizə eyni şey deyirlər. Seyid olduqlarını, lakin Türk etnosunun bir hissəsi olduqlarını deyirlər. Özlərini Türk etnosundan ayrı saymırlar. Deməli, indi mən burada slaytı paylaşıram icazənizlə. Deməli, biz bu həmin o simpoziumda iştirak edərkən az əvvəl dedim, Toğanın bu fikirlərini araşdırmaq istədik və bu ilə əlaqədar bu slaytı hazırladıq. Burada aşağıdakı sualları biz cavablamaq istəmişdik həmin vaxt. Bu suallardan ilk o idi ki, Səfəvilərin seyidlik iddiaları nə vaxtdan etibarən var? Daha sonra bu iddialar həqiqəti əks etdirirmi və yaxud da bu ilə əlaqədar hər hansı bir sənədlər və yaxud da ki, faktlar yer alırmı o dövrdəki mənbələrdə? Ondan sonra təbii ki, bu Səfəvilərin inanc məsələlərinə əlaqədar da müəyyən fikirləri ifadə etmişdim. Amma burada əsas bizim üçün maraqlı olan türk və seyid olmaqlarına əlaqədar faktlardır ki, mən bunların üzərində daha çox dayanacağım. Deməli, ilk sualımız Səfəvilərin seyid olub olmadıqları haqdadır. Bu Toğanın həmin o məqaləsidir, o biraz əvvəl dedim. Bu məqalə bəli, fransızca çap olunub, özü Suriyada, Dəməşq şəhərində yayınlanıb. Dediyim kimi 12 səhifədən ibarətdir, az əvvəl də dedim. Bunun 8 səhifəsi fransızcadır, 4 səhifəsi isə Saffət Səfanın farsça mətnlərindən ibarətdir. Deməli, burada nə deyir? Burada deyir ki, mən, yəni Toğan bu məqaləni hazırlayarkən 3 dənə əlyazma nüsxəsindən istifadə edir. Bunların ikisi Ayasofyada saxlanan əlyazmalardır. Və xüsusən də burada 3099 sayılı əlyazma bizim üçün çox önəmlidir. Çünki bu əlyazma 1491-ci ilə aid, yəni Şah İsmailin iqtidara yüksəlməsindən 10 il əvvələ aid. Və bunu A demək, nüsxəsi olaraq Toğan öz əsərində verdiyini ifadə edir. Sizin bir sualınız var idi hər halda. Hə, yəni deyirdim, bu Ayasofyanın nüsxəsidir 1491. Aha, bəli, 1491-ci ilə aiddir. Deməli, burada ikinci əlyazma da yenə Ayasofyada saxlanan bir əlyazmadır. 2123 sayılı əlyazmadır. Bu əlyazma burada yazıldığı kimi Şah İsmailin artıq iqtidara yüksəlməsindən sonraki illərə, 1508-ci ilə aiddir. Və bunu da B əlyazması kimi Toğan məqalə içində verəcəyini ifadə edir. Üçüncüsü isə Hollandiyada saxlanan, Leiden şəhərində saxlanan əlyazmasıdır. Bu da 2639 nömrə ilə Leidendə mühafizə edilir. Bunu da C əlyazması olaraq Toğan öz məqaləsində bundan istifadə edəcəyini vurğulayır. Biz az əvvəl dedim, mən bu məqalənin hamısını oxumuşam və hətta 2000-ci illərin əvvəllərində bunu Azərbaycancaya da tərcümə etmişdim. Və bu
məqaləni mən çevirərkən mən çox heyrət etdim məsələn nəyə? Deməli burada solda Saffətüs Səfanın B əlyazmasından, yəni Ayasofyada saxlanan 2123 sayılı əlyazmasından demək olduğu kimi farsça mətni verir. Bu bursi tərəfdə isə bunun fransızca mənasını burada yazır. Görürsünüz, burada yazır B əlyazması. Burada da B əlyazması. B deməli oldu Şah İsmail dövründə yazılan da. Bəli. Deməli burada bunu biz oxuyuruq bunu biz oxuyuruq. Burada Səfəvilərin Kürd olması ilə əlaqədar heç bir fikir yer almır. Ən xırda belə bir fikir belə yer almır. Ancaq Koqan buradakı mətni deməli çevirərkən, yəni farscadan fransızcaya çevirərkən burada deməli Səfəvilərin Kürd olduqlarını iddia edir. Baxın burada Kürd Firuz Zərrin Külah yazır. Halbuki farsça mətndə belə bir ifadə yer almır. Baxın burada B əlyazmasıdır. Bu da B əlyazmasıdır. Deməli, üzr istəyirəm. Bu mətni əvvəlcə verir, daha sonra isə deyir ki, indi biz bunu fransızca mənasını yazacağıq burada yazılanların. Fransızcada birdən-birə Kürd sözü ortaya çıxır. Halbuki burada orijinalda da yoxdur da o. Öz verdiyi Kürd ola bilər sözü yox. Burada Kürd sözü yer almır. Kürd sözü burada yer almır. Və mən sizə bir şey də deyim. Müəyyən araşdırmacılar var. Mən bunu həmin o simpoziumda çıxış eləyərkən dedim. Elə həmin o dediyim araşdırmacılardan da bəziləri var idi orada. Mən orada dedim ki, Koqanın bu məqaləsinə bir çox adamlar istinad edirlər. Ancaq mən əminəm ki, orada da dedim. Hətta onun o zaman mənim çıxışımı videoya da almışdı orada və s. Orada da mən dedim ki, lakin bu araşdırmacıların böyük əksəriyyəti Koqanın məqaləsini əslində oxumayıblar. Yəni mən bundan əminəm. Bu məqaləyə istinad edənlərin, yenə dedim, böyük əksəriyyəti əslində bu məqaləni oxusaydılar, burada o qədər böyük ziddiyyətlər var ki, bu ziddiyyətləri anlayardılar və belə deyək də bunlar haqqında fikirlərini ifadə edərdilər. Ondan sonra bax biz deməli az əvvəl dedik ki, Koqanın məqaləsində farsça mətn dedik ki, yanlış tərcümə olunub fransızcaya. Biz burada hər ikisini, bilməm sizin ekranda bunlar yer alır bu. Mən burada hər ikisini, yəni Saffətüs Səfanın farsça mətnində hansı cürdür, Koqan bunu fransızcaya hansı cür, deyək ki, tərcümə edib. Bunların hər ikisinə burada yer vermişəm. İstəyənlər də bunu müqayisə edə bilərlər. Burada da orijinalları yer alır zaten. Deməli, burada az əvvəl də dedim, Kürd ifadəsi yer almadığı halda, baxın, burada sadəcə Firuz nə deyir? Zərrin Külah. Burada heç bir Kürdçü. Amma burada isə bu farsçadakı mətnin mənasını verəndə burada Kürd Firuz deyir. Yəni burada bu tamamən olmayan bir şeyi özündən əlavə edir. Bəs üzr istəyirəm, bu belə ola bilməzmi ki, Şah İsmail özü desin ki, yox, bunu Kürd sözünü yazmayın ora? Yox, birisi nəzirdir. Mən bunun səbəbini izah etmirəm. Mən sada deyirəm ki, özü verdiyi mətndə ki, Səfəvilərin Kürd olduğunu iddia edir. O əslində bir söz yer almır. Bunu fransızca çeviriyə özü əlavə edir. Onu başa düşdüm mən. Amma buna rəğmən, baxın, mən eyni zamanda bunu da deyirəm. Buna rəğmən, bəli, Saffətüs Səfanın 2 dənə əlyazma nüsxəsində, bəli, Firuz Şah Kürdi Əl-Səncani olaraq bunun nisbəsi ifadə edilib ki, bunun əslində nə məna verdiyini biz daha əvvəl ifadə etdik. Bu heyvandarlıqla məşğul olan insanları bildirmək üçün o dövrdə istifadə olunan bir söz idi. Və mən adətən belə deyək də, bu məsələlərdə çalışıram həmişə ki, neytral olan və yaxud da hətta qarşı tərəfə simpatiyası olan alimlərin fikirlərinə istinad edim ki, yəni burada hər hansı bir, belə deyək də, o sual işarəsi və yaxud da ki, müəyyən bir fikrə simpatiya edən insanların, belə deyək də, sadəcə fikirlərinə üstünlüyü verdiyimiz zənn edilməsin. Məsələn, bir erməni araşdırmacı var, Arşak Poladyan. Bunun hələ Sovet zamanında, 1980-ci illərin ortalarında İrəvanda bir əsəri yayınlanıb. Əsər o dövrdə rusca yayınlanıb. Kürdülər ərəb mənbələrində. Yəni əsərin adı bax, təxminən bu cürdür, bəli. Deməli, o əsərdə Arşak Poladyan, hətta mən səhifəsində deyirəm, 10-cu, 11-ci səhifələrdə.
Orada deyir ki, biz bəli, Kürdlərin ərəb mənbələrində hansı şəkildə fəaliyyətlərinin əks edildiyini burada ifadə edəcəyik, araşdıracağıq. Lakin deyir, əvvəlcə onu bilmək lazımdır ki, kitabının ilk səhifələrində bunu yazır, 10-cu 11-ci səhifələrində. Onu bilmək lazımdır deyir ki, Kürd deyəndə ərəb müəllifləri əksəriyyət etibarilə deyir, əsas etibarilə Kürd deyəndə heyvandarlıqla məşğul olan o əski Sasani imperiyası sərhədləri içində heyvandarlıqla məşğul olan əhalinin nəzərdə tuturdular deyir. Və bununla bağlı da sadəcə özünün fikri olaraq bunu demir. Orada çox məşhur Avropanın, Rusiyanın və s. alimlərindən iqtibaslar verərək bunu deyir. Və eyni zamanda da ərəb mənbələrinə də istinad verir ki, ərəb mənbələrində də bu məsələ budur. Yəni bu məsələ bilsin necədir? Elmdə sübut olunmuş bir şeydir yəni bu. Bunu baxın, erməni araşdırmacısı belə etiraf edir. Hansı ki, məsələn, çox arzulayardı ki, məsələn, deyək ki, aparsın Səfəviləri Kürd etnosuna bazıblar. Erməni belə deyək də, bunu etiraf edir. Deyir ki, xeyirdir, bu etnik mənşəyi ifadə etmirdir. Bu sadəcə yarım köçəri heyvandarlıq ilə məşğul olan əhali zümrələrini ifadə etmək üçün istifadə olunan bir söz idi. Şimdi yenidən slaytımız üzərinə. Mənim belə deyək də, açıqlamam anlaşıldı mı? Tam kifayət elədi, bəli. Deməli, indi burada Toğan, məsələn, yenə də Ayasofya əlyazmasına əsaslanaraq deyir ki, Ayasofyada deyir, Ayasofya əlyazmasında Səfəvilər özlərini Seyid adlandırmırlar. Halbuki, bu əlyazmanı biz təbii ki, əldə etdik. Bu əlyazmanın 6B vərəqində. Biraz onu zəhmət olmasa slaydı bir balaca aşağı eləsəz o görsənərdi istinad. Aha, vəssalam, əla. İndi oldu indi, bəli. Deməli, onu da söyleyeyim ki, hansı Ayasofya əlyazmasıdır bu? Toğanın A əlyazması olaraq 1491. Bəli. Yəni Səfəvilərin hakimiyyətə gəlməmişdən bir 10 il qabaq. Elədir. Baxınız, burada deyir ki, bizim əsəbimizdə seyidlik vardır. Yəni, burada düzdür, bu nüsxədə seyidlik şəcərəsi yer almır, ancaq açıq-aşkar deyir ki, bizim əsəbimizdə seyidlik vardır. Bu Səfəvilərin iqtidara gəlməsindən 10 il əvvələ aid olan bir mətindir. Halbuki Toğan və ona istinad edən bütün müəlliflər yazıblar ki, bu Ayasofya yazmasında Səfəvilərin seyidliyi ilə bağlı heç nə yox. Halbuki var. Hörmətli izləyicilər, bir dəqiqə, hörmətli izləyicilər, deməli, baxın, bəziləri iddia edirlər ki, mən gedib oxumuşam, mənlə də debata çıxmaq istəyir həmin adamlar, indi özləri bildi kimdir. Mən gedib oxumuşam ilkin mənbələri, yoxdur, orada heç bir yerdə Səfəvilərin seyid olması yoxdur, onlar bunu uydurublar, ancaq Səfəvilər hakimiyyətə gələndən sonraki dövrdə. Yəni, belə iddialar ilə yekə danışırlar. Yəni, özlərini elə göstərirlər öz çevrələrinə ki, sanki onlar alimdirlər və sənətdən danışır. Sənət budur. Baxın, Namiq müəllim, ona görə mən Namiq müəllimlə ilk çıxışımıza da dedim ki, mən onu özümə komik niyə görə bilirəm? Bax, buna görə. Adam sənətlərlə danışır. Yəni, mən tarixi yanaşmanı Namiq müəllim sizdən öyrənirəm. Sizin yox, həqiqətən elədir. Elə o vaxtdan, tələbə vaxtından sizin əsərlərinizi oxuyaraq mən görürdüm orada siz nə cür yanaşırsınız. Ona görə bax belə verilişlərin sayı çox olmalıdır ki, bizim izləyicilərimiz görsünlər tarix nə cür araşdırılır. Hər söz sənədlə olmalıdır. Yəni Ayasofyanın nüsxəsi 1491-ci il nüsxəsində Səffətüs Səfanın fakt göründü ki, yəni həmin o əsərin özü gətirildi. Burada göründü ki, orada qeyd olunur ki, deməli Şeyx Sədrəddin qeyd edir ki, bizim nəsəbimizdə seyidlik var. Yəni, nə olsun ki, seyid şəcərəsi verilməyib. Adam özü deyir ki, bizim nəsəbimizdə seyidlik var. Amma siz deyirdiniz ki, bir Leyden nüsxəsində konkret seyidlik qeyd olunur. Orada seyidlik şəcərəsinə də yer verir. Onu da üstünə gələcəyik. Mən əvvəlcə bu məsələni izah edeyim. Sonra 14-cü əsrin ortalarında, deməli, Samir müəllim və hörmətli izləyicilər, Buxaralı bir şair var. Nasir adında bir şair var. Nasir Buxarai veya Nasir Buxari olarak da anılan bir şairdir. Bu şairin deməli şeirləri İranda yayınlanıb. Farsça şeirlər yazan bir şairdir bu.
Deməli, bu şair Ərdəbil şəhərində də o dövrdə ziyarət edib və Şeyx Sədrəddinə bir şeir, deməli, Şeyx Sədrəddini öyən, onu həth edən bir şeir hazırlayıb. Bu şeirdə də Rəsulun, baxın, yəni Peyğəmbərin öncəliklə adını burada qeyd edir. Daha sonra isə o həzrətin xələfi olan Şeyx Sədrəddinin adını vurğulayır. Yəni burada 14-cü əsrin ortalarında Şeyx Sədrəddinə təqdim olunan şeirdə o Peyğəmbərin xələfi olaraq deməli ifadə edilir ki, bu da eyni zamanda olayı yolla olsa belə o dövrdə artıq Səfəvilərin seyid olduqları haqda məlumatların olduğunu sübut edir. Ondan sonra Əqibül Əşraflıqla əlaqədar dediniz. Bu sənəd, mən sizə deyim, deməli, Əqibül Əşraf Azərbaycanda 1441-ci ildə, deməli, Əli Rızavi adlı bir adam idi. Nəqibül Əşraf nədir? Qısaca onu deyin, zəhmət olmaz. Onu əslində daha əvvəl biz izah elədik. Bu seyidlərin, belə deyək də, bu siyahılarını hazırlayan, dövlətin bunlarla əlaqədar siyasətini yürüdən bir müəssisədir. Dövlət müəssisəsidir, yəni. Əli Rızavinin oğlu Şəmsəddin Əli Hicri 845-ci ildə, 1441-ci il miladi ilində. Deməli, Firuz Şahın seyid olması ilə bağlı şəcərəni hazırlayıb və imzalayıb. Və bu şəcərə İranda yayınlanıb. Bunlar son illərdə çıxan sənədlərdir bunlar. Bunun əsli də, deməli, hardan çıxıb, onu da sizə deyim, əslinin bunun ortaya çıxarılması Suriyada olub. Deməli, bu sənəd Suriyada ortaya çıxarılıb və daha sonra isə İranda yayınlanıb. 1441-ci ilə aid olan bir şəcərədir bu. Burada da mən bunu burada eyni zamanda belə deyək də o müəyyən açıqlamalarda var. Mən bu açıqlamalarla bir yerdə bunu tərcümə eləmişəm. İndi onun da slaytını yansıtaram sizə. Deməli, bu şəcərədə də Firuz Şahın seyidlik şəcərəsinə yer verilmişdir eyni zamanda. Yəni, burada Firuz Şahın seyid olduğu açıq-aşkar bir şəkildə vurğulanır. Deməli, burada, onu da deyim ki, baxın, Musa Kazıma varıncaya qədər, baxın, burada yer alır, ən altdakı, deməli, sətirdə yer alır. Bu şəxsə varıncaya qədər Firuz Şahın bütün şəcərəsi, deməli, burada ifadə edilir. Bu, hələ Səfəvilərin hakimiyyətə eləmişdən 60 il əvvəl aiddir bu şəcərə. Heç onda Səfəvilərin siyasi iddiaları hələ önə sürülməmişdir. Səfəvilərlə siyasi iddialar belə önə sürməmişlərdir. Ancaq artıq onların seyidlik şəcərəsi Azərbaycan Əqibül Əşraflığın... Burada yazıb da oxuyuram, Firuz Şah İbn Cəlaləddin. Bəli, mən bunu çevirmişəm, mən bunun hamısını. Məhəmməd İbn Əlaəddin. Həmin məqalənin də indi sistemə əks elətdirərəm, deməli, orada. Axırda, deməli, Musa Kazıma demək, varıncaya qədər bu şəcərə burada ad-ba-ad açılır. Səfəvilərin iqtidara yüksəlməsindən 60 il əvvəl aiddir. O illər Səfəvilərin siyasi iddiaları hələ önə sürülmür. Deməli, sonra Əmlüklər zamanında aid olan bir müəllif, çox bilinen bir müəllifdir, Sibit İbn Əl-Əcəmi. Deməli, bu adamın da yazdığı əsərdə, bu adamın da hazırladığı əsərdə eyni zamanda Səfəvilərin seyid olduğuna aid. Baxın, burada yazır Seyyidi Əli İbn Sədrəddin Əl-Ərdəbili. Burada Əli İbn Sədrəddin dediyi Xacə Əlidir. Səfəvi şeyhlərindən Xacə Əlidir. Ondan sonra, yəni bunlar hamısı 15-ci əsrə aid olan mənbələr. 1459-da özdə Səfəvilər onu yazmayıb da, bu rəsmi Səfəvi ya da ki, deyək ki, Əmlüklər onu yazıblar. Əmlük zamanının müəllifi onu yazıb. Daha sonra, deməli, sizə maraqlı bir faktı, daha əvvəl də dedim əslində bunu, amma indi faktlarla sübut eləmək lazımdırsa, 2010-cu ildə, baxın, Iranian Studies deyə çox məşhur bir jurnal var. Bu jurnal İngiltərədə çap olunur. Kazuo Morimoto adlı, deməli, müəllif. Bu özü şərqşünas bir araşdırmacıdır, çox tanınan, bilinen bir
alimdir. Bu şəxs deməli İraqda hazırlanmış olan 1460-63 illərinə aid, 1460-63-cü illərə aid Səfəvilərin Seyid şəcərəsini, hansı ki hal-hazırda İngiltərədədir, Britaniya kitabxanasında mühafizə olunur. Deməli, orada mühafizə olunduğu arxiv nömrəsində deyilsə 1406. 1406 sayılı bu sənəd 1460-cı illərə aiddir. Və bu sənəddə də Səfəvilərin yenə Seyid olduqları açıq bir şəkildə vurğulanır. Orada Firuz Şahın adı necə qeyd olunub bu sənəddə? Bu barədə də bu adam 2010-cu ildə İngiliscə məqalə yazıb. Bunu internetdən də tapıb oxumağınız mümkündür. Mən burada Firuz Şahın adının qabağında Əl-Kurdi var, yoxsa necə? Yox. Burada mən bunların hamısını mən sizə deyim, biraz sonra mən onu da ekrana əks etdirərəm. Deməli, bunların hamısının tərcüməsini mən hazırlamışam və nəşr olunub. İndi onu da ekrana mən əks etdirərəm. Orada bunları var. Çox maraqlıdır, çox maraqlıdır. Ondan sonra yenə də bir faktı sizə deyim ki, deməli, Ərdəbildə aparılan arxeoloji araşdırmalarda orada bir deməli Ərdəbilli bir arxeoloq var. Adı da Həsən Yusifidir. Bu Həsən Yusifinin və onun həmkarlarının apardıqları arxeoloji araşdırmalarda Ərdəbildən deməli bir daş kitabə demək tapılıb və orada da yenə eyni şəkildə deməli Şah İsmailin böyük qardaşı olan deməli Sultan Əli Seyyidüs Sadat, yəni Seyidlərin Seyidi deyə orada anılır. Yəni bu da o dövrdə Ərdəbil bazarında qoyulmuş kitabə olub. Burada ətraflı onun haqqında məlumat yer alır. Və bunlar da olduğu kimi onu çap ediblər. Yəni orada da Səfəvilər Seyyidüs Sadat adlandırılır. Yəni bu faktlar onu sübut edir ki, Səfəvilərə də iqtidara gəlməmişdən əvvəl bunlar seyid olduqlarını iddia edirdilər və məsələn biz Buxaralı şairdən örnək verdik. Əmlük zamanına aid olan bir müəllifdən örnək verdik və Səfəvilərin öz əsərlərindən, müxtəlif sənəddən örnək verdik ki, bu sənədlər onu sübut edir ki, Səfəvilər bunu iddia edirdilər, amma onların müasirləri olan insanlar da bunun bu cür olduğunu, yəni bunların seyid olduğu və yaxud da ən azından belə bir iddiaya malik olduqlarını anlayırdılar bunlardan. İndi mən icazə versəz, eyni zamanda deməli Hollandiyadakı əlyazma ilə əlaqədar. Mən onu da istəyirəm ekrana əks etdirək. Onlar da yəqin ki. Əlbəttə, təbii ki. Onlar yox, lazımdır. Bircə dəqiqə. Burada bunlar heç mən öz məqaləmə gəlim. Bax, məqalənin adı düşüb də sizlər. Hətta bunu biraz da böyüdək. Mən böyüdmüşəm, narahat olmayın. Özü də böyüdək. Elə, bu formada da biraz biz bunu böyüdək. İndi artıq izah edirəm də artıq mən bunu. Deməli, Samir müəllim və hörmətli izləyicilər, mən həmin o 2018-ci illərin o dediyim simpoziumda çıxışı hazırlayanda hələ onda bu Hollandiyadakı əlyazmanı mən əldə etməmişdim. Mən bunu daha sonra əldə etdim. Təxminən 2020-ci il ya 21-ci ildə onu əldə etdim mən. Onun da haqqında ayrıca məqalə hazırladım. Deməli, türk olmaqları ilə bağlı da yenə də burada faktlar var. Mən onu sonra izah edəcəyəm. Amma burada indiki bu seyidlik şəcərəsi ilə əlaqədar, deməli, ən axıra burada deməli mən müəyyənləşdirdim ki, Safatus Səfanın Hollandiyadakı əlyazmasında bax, hal-hazırda ekranlarınızda əks olunan Səfəvilərin seyidlik şəcərəsinə yer verilib. 1485-ci ilə aid olan bir əlyazmadır. Bu əlyazmanın da sonunda Həzrət Əliyə varıncaya qədər Səfəvilərin seyidlik şəcərəsinə yer verilmişdir. Deməli, burada maraqlı olan nə idi? Deməli, mən onu da deyim. Toqan deyədi, burada yoxdur müəllim. Toqan yazmışdı, burada yoxdur. İndi mən onu izah edeyim sizə. Toqan əslində, məqaləsində etiraf edir ki, mən əslində deyir, Hollandiyadakı əlyazmanı araşdırmamışam. Amma hansı cür ondan istifadə edir deməli? O illərdə yan
Karl adında bir Avstriyalı araştırmacı var. O özü Hollandiyada işləyir. Özü Avstriyalı ama Hollandiyada işləyir 1950-ci il. Jan Karl'dan xahiş eləyir ki, sən oradasan hazır. Orada bir araştır, gör. Saffətüs Səfanın oradakı əl yazmasında Səfəvilərin Seyid olması ilə, Türk olması ilə əlaqədar faktlar var ya yox. Mənə xahiş edən bu barədə məlumat ver. Bunu özü yazır. Proqram bunu o şəkildə yazır. 2 dənə sual ona verir. Yəni bu Seyidlərmi bunlar həmin o əl yazmaya əsasən ya yox, Türkdürlərmi ya yox. Jan Karl da daha sonra məktubunda Koqana deməli bildirir ki, mən bunu araşdırdım. Xeyr, burada onların nə Türk, nə də Seyid olduqları ilə bağlı heç bir fakta yer verilmir. Yəni Koqan da bu Jan Karl'ın bu məktubu üzərindən yazır ki, zaten mən Ayasofyanı araşdırdım, orada da belə faktlar yoxdur. Jan Karl'ın da yazdığına görə Hollandiyadakı əl yazmasında da belə bir fakt yer almış. Halbuki biz az əvvəl dedik, Ayasofyadakı əl yazmanın da fotoğraflarını mən əldə elədim və eyni zamanda Hollandiyadakı əl yazmanın da elektronik surətini əldə elədim. Yəni hər ikisini biz əldə elədik və hər ikisində də Səfəvilərin həm Seyid, həm də Türk olduqlarına dair faktların yer aldığına şahid olduq. Ki burada dediyim kimi Ayasofya nüsxəsindən 6 il əvvələ aiddir bu nüsxə. Ayasofyadan fərqli olaraq burada nəinki Seyid olduqları vurğulanır, hətta Seyidi şəzərələrinə də burada yer verilir. Bu da Səfəvilərin hakimiyyət eləmişsəm 16 il əvvələ aiddir. Yəni hakimiyyətdə yüksəlmişdən əvvəl 16 il əvvələ aid olan bir soy ağacıdır. Deməli, bu seyidliklə əlaqədar, yəni burada yer alan faktlar bunlardan ibarətdir. Ondan sonra icazə verərdiniz, mən yenidən bircə dəqiqə paylaşımı dayandırım, çünki slayt üzərindən yenidən izah edəcəyəm mən bir şeyləri. Deməli, üzr istəyirəm, siz onu tapana qədər mən bir şey deyim. Deməli, Səfəvilər dövlətinin seyidliyi ilə bağlı biz nəyə gördük? Seyid olması ilə bağlı. Çünki belə bir iddia var idi, keçən də biz bunu dedik. Görünür, bəli, slayt görsənir bizdə. Keçən də biz bunu dedik dərsdə. Yəni, Səfəvilər dövlətinin seyid olması ilə bağlı belə bir iddia var ki, yalnız hakimiyyətə gələndən sonra Səfəvilər seyid olduqlarını öz siyasi məqsədləri ilə əlavə ediblər. Yəni, siyasi məqsədlə əlavə edildiklərini olar ya olmaz, onu mən dəqiq bilmirəm, amma fakt budur ki, Namiq müəllim bugün göstərdi ki, Seyid iddiaları hətta Səfəvilər hakimiyyətə gəlməmişdən çox-çox əvvəllərdən vardı. Nəyi gördük? Onu gördük ki, nüsxələrdə, birbaşa nüsxələrin özündə Seyidlik iddiası var. Sədrəddin deyir ki, Şeyx Sədrəddin deyir ki, bizim nəsəbimiz Seyiddir. Özü deyir. Ondan başqa, Buxaralı şair Ərdəbilə ziyarətə gələndə bəli, o birbaşa Şeyx Sədrəddinə həsr etdiyi şeirində onu Seyid adlandırır. Yəni Rəsulun xələfi adlandırır. Bundan başqa müxtəlif bir-birinə bağlı olmayan mənbələrdə Səfəvilər Seyid adlanır. Məmlüklərlə bağlı mənbədə, hətta rəsmi sənədlərdə də, Nəqibül Əşraflıqda da, bayaqlar onu da Namiq müəllim izah elədi. Nəqibül Əşraf kimdir? Kimlərə deyilir? Orada da Seyid adlanır. Deməli, bu iddialar əvvəldən vardı. İndi bu doğrudurmu ya yanlışdırmı? O başqa Hətta üzr istəyirəm, bura təbii ki, indi vaxt da azdır. Yəni, bütün mənbələri buraya ala bilmədik. Elə məmlük müəllifləri də var ki, belə deyirlər ki, Səfəvilər Seyid olduqlarını iddia edirlər. Bunlar hansı illərdə? 15-ci əsrin axırlarına aid olan mənbələrdir, 15-ci yüzilliyin mən. Yəni, hətta belə deyək də, Səfəvilərə simpatiyası olmayanlar belə, onların ən azından belə bir iddiasının olduğunu vurğuluyurlar, yəni. Səfəvilər iqtidara yüksəlmədən əvvəl. Deməli, burada indi Samir müəllim ikinci sual. Səfəvilərin Türk olduqları ilə əlaqədar Saffatu Safada yer alan hansı faktlar var? Deməli, burada mən yenə də hər iki əl yazmanı, yəni Koqanın istifadə elədiyi, yəni Hollandiyadakı və Ayasofyadakı əl yazmaları mən öncəliklə araşdırdım ki, yəni bu adam bunların ikisindən istifadə edib deyir ki, bunlar Türk olmayıblar. Həqiqətənmi yəni burada belə bir fikirlər var? Ona görə də mən sırf onun araşdırdığı əl yazmaları yenidən araşdırdım və ortaya çıxdı ki, bu əl yazmalarda bir xeyli səhifələrdə
Səfəvilər əslində türk olaraq adlandırılırlar. Xüsusən də Şeyx Səfiyyəddin Ərdəbil. Baxın, burada Piri türk olarak burada yer alır. Şeyx Səfiyyəddin. Burada da tərcüməsini biz orada vermişdik. Hansı səhifədə? Yəni Ayasofya əl yazması 12B vərəqində yer alır bu fikir. Səfəvilərin türk olması ilə əlaqədar bu fikir. Ki Şeyx Səfiyyəddin türk Piri adlandırır. Pir yəni müqəddəslik ifadə edən bir sözdür. Bəli. O dövrdə eyni zamanda şeyx mənasında da istifadə olunur. Mürşid mənasında da istifadə olunur. Qoca adam mənasında da istifadə olunduğu vaxtlar olub. Yəni amma burada əsasən bunu adamın yəni mənəviyyat sahəsində öndər adamlardan olduğunu ifadə etmək üçün belə bir sözdən istifadə olunur. Yenə də burada baxın Piri türk sözü yenə də burada yer alır. Mən burada işarə edəndə ekranda əks olunur mu? Görünür, bəli, görünür. Burada biz bunun tərcüməsini vermişik Samir müəllim. Baxın burada deməli ikinci sətirdə burada yer alır və bu da 12B vərəqindən aldığımız bir ayrı örnəkdir. Bu neçənci il nəşridir? Yox, bu çap olunmuyor. Bu 1491-ci ilə aid olan Əliyə qazmaya aid olan səhifələrdir. Yəni bu çap olunmuyor bunlar. Yox, başa düşdüm mən nəşr deyəndə, yəni neçənci ilə aiddir onu soruşmaq istəyirəm. Hə, 1491-ci ilə aid olan əl yazmasından. 13B vərəqi var. Yəni 13B vərəqində də baxın burada. Piri türk. Bəli, yenə də türk olduqları xüsusi vurğulanır. Keçirik o birisi səhifəyə. Burada da gördüyümüz kimi yenə də 13B vərəqindən. Yenə də burada baxın. Piri türk, bəli. Bəli, Piri türk ifadəsi əfələrcə, hətta eyni səhifədə 200 əfə yer alır. Yəni bu özü çox maraqlı bir şey. Ayrı səhifələrdə də var. Sadəcə bu örnəkləri buraya aldıq ki, yəni Səfəvilərin türk olması o dövrün mənbələrində, yəni bu barədə heç bir şübhə ifadə edilmir. Yəni bu çox açıq aydın şəkildə ifadə edilir. Mən də Samir müəllim yenə də bu ayrı həmin o bayaq ekrana yansıtdığım bircə dəqiqə bu məqaləni bura yansıtmaq istəyirəm. Bundan əvvəl də mən dedim ki, deməli Samir müəllim və hörmətli izləyicilər, Foqan deməli Jean Karl'ın ona yollamış olduğu məlumatlara əsaslanaraq Hollandiyadakı əl yazmasında Səfəvilərin türk olduqları ilə əlaqədar heç bir faktın yer almadığını iddia edir. Ancaq biz Hollandiyadakı əl yazmanı araşdırdıq. Və bu cümlələri oradan biz ortaya çıxartdıq biz və bunun həm Saffət-ü Safada yer alan, yəni orada farsça hansı şəkildə yer alıbsa, o şəklini biz burada verdik. Həm də ki, türkçəyə tərcüməsinə burada yer verdik. Burada da yenə gördüyümüz kimi, baxın, 13B səhifəsində yenə də Şeyx Səfiyyəddin türk adlandırılır. Daha sonra yenə də həmin səhifədə 13B... Şeyx Qüdsullah nədir? Qüdsullah yazılır. Şeyx Qəddəsallahu sırrahu. Yəni Allah onun sirrini müqəddəs etsin. Bax, o dövrdə övliyalara, şeyxlərə verilən bir belə deyil, adı qeyd olunandan sonra bu cür ifadələrə gəlir. Deməli, burada da görürsünüz ki, yenə də 13B vərəqində türk olduğu bəli vurğulanır. Daha sonra baxınız, digər bir səhifədə, yenə də baxınız, yenə də türk olduğu vurğulanır. Bu da 14B səhifəsindən idi. Yenə də 14B və 15A səhifələrində də yenə Şeyx Səfiyyəddin, baxın burada. Əmir Abdullah türk olduğu burada deməli halı vurğulanır. Hətta son eyni cümlə içində həmən deyə bilərik ki, iki yerdə Şeyx Səfiyyəddin türk olaraq ifadə edilir. Bu aşağıda bunun tərcüməsini də vermisiniz burada. Bəli, hamısı, bəli, bunların hamısı. Bu sənədi mən yerləşdirərəm açıqlama qismində. Hansı səhifələrdə və s. Bunları da orada deməli yer vermişik biz bunların hamısına. Bu məqaləmiz bizim Akademiya Edu'da var. Yəni linkini deyirəm, yerləşdirərəm. Akademiya Edu'da Namiq Musalı səhifəsi var. Oradan girib bunları həm endirə bilərlər,
oxuya bilərlər. İndi bəlkə ola bilsin ki, burada o bütün ətraflı şəkildə biz izah etməyə zaman anlamında bəlkə də zamanımız az olur, amma oradan istəyən şəxslər ətraflı şəkildə oxumaqları mümkündür. İkinci bir xüsus o idi ki, Şah İsmailin anasını güya öldürməsi ilə əlaqədar, güya Venesiya mənbələrində belə faktlar var və s. Mən indi onun ilə əlaqədar da deməli bir slayd paylaşacağım. Gözəl, gözəl. Dostlar, kanalı paylaşın, like düyməsi sıxın, abunə olun ki, belə verilişlər tez-tez qarşınıza çıxsın. Bu ola bilməzdi ki, o Leiden nüsxəsinin axırındakı o şəcərə ki yazılıb var, onu bəlkə Səfəvi dövründə əlavə eləsinlər. Belə bir şey mümkündürmü ki olsun? Çünki mən orada baxdım, orada da Firuz Şahla qutarır da deyəsən, mətnin özündə axırına əlavə olunub o. Axır, o sözsüz ki, Səffət Səfanın ilk orijinal nüsxəsində o ola bilməz. Nə üçün ola bilməz? Çünki orada başlayır Şeyx Cüneyddən etibarən gedib çıxır, deməli bu Həzrət Əliyə. Düzdür. Səffət Səfa Şeyx Cüneyddən 100 il əvvəl hazırlanmış bir əsər. Orada sözsüz ki, Şeyx Cüneydin adı ola bilməzdi. Onun adının yer aldığı şəcərə də ola bilməz. Amma bizim üçün burada maraqlı oldu ki, bu əlyazma nüsxəsi Səfəvilərin iqtidara gəlməsindən 16 il əvvələ aiddir. 16 il əvvələ aiddir. Orada həmin şəcərə yer alır. Özü Şeyx Cüneyddən etibarən yer alır. Yəni bu onu sübut edir ki, deməli bu şəcərə elə şeyxeylərin vaxtında elə belə deyək də ora əlavə olunur. Yəni bizim üçün mən yenə deyirəm, mən iddia etmirəm ki, Səfəvilər həqiqətən də seyid idilər. Amma bizim üçün maraqlı olan nədir? Bir araşdırması ki, Səfəvilərin belə bir iddiası var idi və əllərində də bu cür bir soy ağacı var idi. Və bu soy ağacı da müxtəlif hətta qurumlar tərəfindən də təsdiqlənir. Və hətta o dövrdəki digər ölkələrin müəllifləri də hətta bunların seyid olduqlarını deyirdilər. Yəni bizim üçün maraqlı olan budur. Yoxsa həqiqətən də bu doğrudan da Həzrət Əliyə gedib çıxır bunların soy ağacı yoxsa tarixçilik mənasında yenə deyirəm bunun önəmi yoxdur. Olub və ya olmamasının heç bir önəmi yoxdur. Heç bir önəmi. İndi Həzrət Əli sülaləsindən olsalar nə olacaq, olmasalar. Olmasalar nə olacaq? Yəni burada heç amma sadəcə belə bir iddiaya malik idilər. Mən onu demək istəyirəm. Çoxları bunu səhv başa düşmüşdü. Bunu burada deməyiniz artıq o elə bunu da əlavə edəcəksiniz. Bunu da video olsun aramızda. Bunu da əlavə edəcəksiniz. Bunu da əlavə edəcəm ora. Bunu da əlavə edəcəksiniz. Yəni deməli indi mən bir də Samir müəllim xatırlayırsınızsa biz dedik ki, deməli Şah İsmailin anası ilə əlaqədar. Düzdür? Deməli Şah İsmailin anası ilə əlaqədar mən sizə onu deyim ki, biz 2013-cü ilin may ayında deməli o vaxt Avropada bir Ələvi akademiyası var. İndi də var. Avropa Alevi Akademisi. Onlar məni dəvət etdilər deməli Almaniyada bu Şah İsmail haqqında məruzə edim. Deməli mən də orada məruzə edən vaxt orada təbii ki Almaniyanın müxtəlif şəhərlərində oldu. Bir həftə ərzində hardasa belə. Orada ən çox mənə verilən suallardan biri bu oldu ki, bəs Şah İsmail həqiqətən də öz anasını öldürməyibmi filan. O dövrdə də Türkiyədə Şah İsmail haqqında müəyyən romanlar yayınlanmışdı. Bəli, Şah və Sultan yayınlanmışdı. Ondan əvvəl İsmail romanı var idi. Eha Çamuroğlu'nun ondan əvvəl çıxmışdı o. Daha Şah və Sultan sonra yayınlandı. Bu romanlarda təbii ki, romanda müəllif çox şeyi iddia edə bilər. Onu bir, belə deyək də, həqiqi bir fakt kimi almaq son dərəcə yanlış deyək. O da müəllifin xəyal ürünüdür də, belə deyək bu. Amma əlbəttə ki, romanlarda belə bir fikrin yer alması, o dövrdə bəzi insanlarda sual yaratmışdır. Mən təbii ki, orada şifahi şəkildə bu sualları izah etdim mən. Yəni ki, bu hadisəsində həzir olub, Şah İsmail öz anasını yox, ögey anasını öldürüb və s. Amma orada mən eyni zamanda bunu hiss elədim ki, bu barədə nəsə elmi məqalə hazırlamağa bir ehtiyac var. Və biz bu
məqaləni hazırladı və bu 2016-cı ildə səhv eləmirəmsə elə Almaniyada yayınlandı. Deməli, və biz burada həm ingiliscə, həm də almanca deməli açıqlamalar verdik eyni zamanda. Bu hadisə hansı cür olub, mənbələr əsasında belə. Və bu məqalə çap olunandan sonra mən sizə deyim ki, Türkiyədə aparılan araşdırmalarda artıq o Şah İsmailin artıq anasını öldürmədiyi fikri qəbul olundu. Deməli, Muhsin Macid var, çox məşhur bir araşdırmacıdır və Şah Xətai divanını da ən son Ankarada dövlət səviyyəsində deməli nəşr edib. Özü də həmin divanın deməli ön sözünü, onu da deyim, Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyip Erdoğan ona bir ön söz hazırlayıb. Yəni bu əsər internetdə də var, səhv eləmirəmsə, istəyənlər oradan endirib oxuya bilərlər. Yəni mən bunu nə üçün vurğulayıram? Dövlət səviyyəsində hazırlanan bir əsərdir Şah Xətainin şeirləri. Və onun elə ilk səhifəsində, yəni Muhsin Macid bu həmin əsərin ilk səhifəsində mənim məqaləmə istinad edərək Şah İsmailin əslində anasını öldürmədiyi, ögey anasını öldürdüyü fikrini müdafiə edir və mənim orada haqlı olduğumu ifadə edir. Və bundan sonra da bir çox araşdırmacılar yəni bu yöndə öz fikirlərini bildirdilər ki, bəli, həqiqətən də bu tarixçilikdə yanlış olaraq Şah İsmailin öz anasını öldürməsi məsələsi ortaya çıxır. Əslində ögey anasını öldürür. Ali Rıza Özdəmir məsələn xüsusi məqalə hazırladı bu barədə. Ondan sonra Tufan Gündüz bəli, Hocada ən son 2024-cü ilin iyun ayında Ərzincanda mən əvvəl dedim bir Şah İsmail simpoziumu düzənlənmişdi. Orada ilk elə məruzəçilərdən birisi də Tufan Hoca idi. Orada o da yaman dəyişib var. Əvvəllər o da əks cinahda idi, sonradan orada Tufan Hoca xüsusi vurğuladı ki, deməli Şah İsmailin öz anasını öldürdüyü iddia etdi, lakin həmkarımız Namiq Musalının araşdırmaları sonucunda müəyyənləşdirildi ki, əslində ögey anasıdır. Yəni bu məsələ artıq bugün tarixşünaslıqda Türkiyədə ən azından belə deyək də bu barədə önəmli araşdırmacılar, Tufan Gündüz kimi, Ali Rıza Özdəmir kimi, Muhsin Macid kimi araşdırmacılar artıq bunu bir mənalı şəkildə artıq qəbul edirlər ki, Şah İsmail öz anasını yox, ögey anasını öldürdü. Deməli, Tufan Gündüzün də fikrinin dəyişməyinə siz səbəb olmuşsunuz da? Yox, mən səbəb olmamışam. Tufan Hocanın xidmətləri çox böyükdür. Türkiyədə bu Şah İsmailin araşdırılması, tanıdılması ilə əlaqədar. Hələ 2013-cü ildə biz aprel ayı idi, 2013-cü ildə. O dövrdə deməli Bakıda bir beynəlxalq simpozium var idi. Şah Xətai və Sultan Səlim simpoziumu. O dövrdə də Tufan Gündüzün həmin o Şah İsmail əsəri yeni yayınlanmışdı. Dəvət etmişdik biz onu da, ora gəldilər, onlara çıxış elədilər filan. Yəni o vaxtlarda münasibətimiz var, amma bilirsiniz necədir? Burada heç kəsin fikrini təsir altına almır. Sadəcə şəxslər özləri müəyyən bir mövzu ətrafında uzun bir zaman araşdırma aparandan sonra təbii ki, öz fikirləri sağlam dərinə oturur. Məndə də məsələn elədir. Mən məsələn, o bir yaxşı deyirsiniz ki, belə deyək də bu vaxta qədər hesab olunurdu ki, Səfəvilər iqtidara yüksələndən sonra Seyid olduqları və ya da Seyid soyağacları hazırlayıblar. Mən də əvvəl məsələn o cür fikirləşirdim. Məsələn 20 il əvvəl mən də o cür fikirləşirdim. Hətta öz əsərimdə mən də o cür yəni yazmışam. Çünki o dövrə qədər bu sənədlər ortaya çıxarılmamışdı. Az əvvəl nümayiş etdirdiyim həmin o sənədlər, həmin o soyağacları və s. Bu sənədlər son 10-15 ildə ortaya çıxdı. Bu sənədlər ortaya çıxandan sonra ki, Hollandiyadakı əlyazmanı da biz əldə etdik oradan onun sürətini. Biz onu ilk dəfə yayınladıq. O birislərdən 3 dənə soyağacı vardı Səfəvilərin bu iqtidarı yaranmışdan əvvəl. Biri İranda yayınlanmışdı, biri də İngiltərədə. Üçüncüsü də biz Hollandiyadan əldə etdik. Onu yayınladıq, biraz əvvəl nümayiş etdirmişdik. Ümumiyyətlə mən sizə bir söz deyim. Kimlər ki, sırf Səfəvi araşdırmacısıdırlar. Məsələn, Türkiyədə mən bir çox adamla şəxsi münasibətlərimiz var və s. Yəni, kimlər ki, şəxsən Səfəvi araşdırmacısıdırlar, onlarla bizim aramızda böyük bir uçurum olmur heç vaxt. Çünki ikimiz də eyni mənbələrdən istifadə edirik. İkimiz də eyni sənədlərə, eyni faktlardan istifadə edirik. Başlayırsınız məni. Və hardasa, belə deyək də, o müəyyən fərqlər olsa, çox böyük bir uçurumun olması, bilirsiniz, imkansızdır. Başlayırsınız məni. Bu
mütəxəssislər arasında sırf belə deyək də, biri desin ki, artıq ağdır, biri desin qaradır, belə bir şey ola bilməz. Başa məni. Biri deyəndə ki, ağdır, o birisi uzaq deyər ki, yox, sən deyən qədər də ağ hesab eləmək olmaz deyib. Harada bu qədər bir fərqlilik olur fikirlərimiz arasında. O bilməyən adamlardır ki, durur elə. Ancaq bəli, kim ki mütəxəssis deyil, məsəl üçün deyək ki, sırf araşdırır Osmanlı tarixini. Başa məni. Görürsünüz ki, Səfəvi sahəsində mütəxəssis olmadığı üçün sırf haradasa şuurlu və ya şuursuz şəkildə yanlış müəyyən şeylər çünki oxumayıb, araşdırmayıb, başa məni. Sırf həmin o mənbələri araşdırıb müəyyən fikirlərə varmaq ayrı bir şeydir. Bir də var ki, elə araşdırmadan elə deyək, iki kəlmə oradan eşidib, bir kəlmə buradan oxuyub, durub nəsə bir fikir bildirmək, bu tamam ayrı bir şey. Məsələn, Şəfaəddin Hoca var İslam Universitetində. Son vaxtlarda birisi Səfəvi mənbəsini yayınlayıb və s. Hətta mənim bir kitabım var idi, editor oldu və s. Məsələn, oyunla da bizim məsəl üçün müəyyən o fikir ayrılıqlarımız olur. Ancaq ki, heç vaxt ola bilməz ki, məsəl üçün, o tamam ayrı şeydirsin, mən tamam ayrı şeydir. Görürsünüz məni? Haradasa o müəyyən qədər, o müəyyən bir, belə deyək də, hədd var ki, o həddə qədər fikir ayrılıqları ola bilər. Görürsünüz məni? Yoxsa ki, burada çox, belə deyək də, tamam belə deyək də, o bir-birindən zid, bir-birindən əlbəttə ki, o şeylər ola bilməz. Yəni, çünki eyni mənbələri araşdırırdıq, eyni faktları analiz edirik. Görürsünüz məni? Yəni, bu. Şah İsmailin anası ilə əlaqədar, mən onu istəyirəm, Şah İsmailin anası ilə əlaqədar. Deməli, baxın, 16-cı əsrin o dövrki İtalyan mənbəyində, baxın, buradan matrigna ifadəsi. Nə deməkdir? Bu, ögey ana. Deməli, İtalyancada matrigna ögey anadır, madre isə anadır. Madre, matrigna. Bəli, bəli. Madre, yəni bir adamın öz anasıdır, matrigna isə ögey ana mənasındadır. Deməli, mənbənin orijinalında matrigna şəklində yer alır. Bu hansı əsərdəndir, müəllim? Bu, Venesiyalıların səyahətnaməsindəndir. Deməli, 16... O Angelello'dur, nədir? O əsərindəndir. Katerino, bu, deməli, Katerino Zenonun səyahətnaməsi. Katerino Zenonun səyahətnaməsi. Əlbəttə ki, Zeno öləndən sonraki, belə deyək də, mən onu daha əvvəl izah elədim buna. Son həvəsinin də adı Katerino Zeno'dur eyni zamanda. O bunu 1550-ci illərdə yayınlayır. İlk dəfə əlavələr edir. Özü də səyyah olurdu. Ticarətlə məşğul olurdu. Şərq ölkələrinə səyahət edir. Düz Azərbaycanda olmuyor. Ancaq məsələsində o xüsusən də Şam vilayətinə filan çox səfərlər edib. Onun məsələn yazdığı səyahətnamədə matrigna şəklində yer alır. Amma sonradan bəzi şəxslər buna istinad edib anasını öldürdüyünü yazırlar. Bu yanlış bir şeydir. Matrigna şəklində açıq-aşkarlıqda yer alır. Hətta burada yazmışam mən ki, son 5 deməli sətr içində və digər səhifənin də ilk 5 sətri içində bu məsələ izah olunur. Məsələ nədir? Deməli, daha əvvəl də dedim də, bu Ağqoyunlular ki, şeyxeyləri öldürürlər. Həmin o şeyxeyləri öldürən adamlardan, Ağqoyunlu əmirlərindən birinə şeyxeylərin həyat yoldaşlarından biri ərə gedir həmin hadisədən sonra. Yəni, öz ərini öldürən adamla evlənir. Və Şah İsmail də sonra həmin bu ögey anasını iqtidara gələndən sonra öldürür, edam etdirir. Yəni, burada izah edən məsələ budur. Bir də o Şah Xətainin türkcə fərmanlarından da onu da göstərək və bununla da mövzunu yekunlaşdıraq. İnşallah əsas məsələlərdən biri odur ki, Səfəvilərin türkcə fərmanları olubmu? Bəziləri deyir ki, olmayıb. Hamısı farsça olub, buradan tutmaq. Deməli, buradan görüm faizini. Faizini artıq üzrə bu boyda qalsın. Ehtiyac yoxdur, mən onsuz da yaxınlaşdırıram, burada görsənir. Bir sənədin yansıması üçün belə bu boyda olması yaxşı. Deməli, burada, deməli, bu ümumiyyətlə Səfəvilər zamanına aid, mən daha əvvəl dedim, onlarla sənəd var. Onlarla sənəd var. Hətta mən sizə onu deyim ki, deməli, Səfəvilər səltənətinin Şah Abbasdan sonraki zamanına aid olan türkcə sənəd sayısı Şah Abbasdan əvvəlki sənəd sayısından bir xeyli də artıqdır. Yəni, o belə bir fikir var da, güya birinci Şah Abbasdan sonra güya, nə bilim, Səfəvi imperiyası farslaşdı, nə bilim, bunun əslində yanlış bir fikir olduğunu sübut edən ən mühüm faktor odur ki, türkcə sənədlər elə birbaşa birinci Şah Abbasdan etibarən və ondan sonraki zaman bir xeyli artır.
bir xeyli artır. Amma buna rəğmən elə Səfəvilərin ilk zamanlarından etibarən Səfəvilər türkcə fərmanlar da hazırlayıblar, məktublar da hazırlayıblar. Biz burada Şah İsmayılın 918-ci ilə aid, baxın, burada hansı ilə aid olduğu da yazılıb ən altda. Bilmirəm sizə, sizin ekranda hal-hazırda yer alırmı bu? Hansı hissə? Ən alt hissəsində. Yox, ən alt hissəni biz görə bilmirik. Biraz aşağı verə Bircə dəqiqə. Alt hissəsində Bismillahirrahmanirrahim sözümü oxuyuram deyəsən. Sözümüz mü yazıb bura? Yoxsa nə? Bəli. Sözümüz. Bu tərəfə oxuya bilmirəm. Mən bu xətti oxuya bilmirəm söz nasıl. Bircə dəqiqə, yox, o deyil. Bircə dəqiqə. Mən bəlkə bunu biraz daha böyük formatda. Bax, indi var mı? Hansı hissə? Bax, bu alt hissə. Bura görsənir. Burada kulli yazıb yoxsa nə yazıb bilmədim. Orada yox, sizə üstə. Bəs biz nətər edək ki, bu alt hissədə düşsün? Siz onu biraz uzaqlaşdırın və əlinizlə göstərin hansı hissədir. 50% eləyin. Bax bu. Hə, oranı indi mən yaxınlaşdıraram oranı. Siz heç nə eləməyin. Hə, baba indi görürəm. Hə. 918-ci ilə aiddir deməli. Bu təbii mən hicri ilə deyirəm. Yəni 1512-ci ilə aiddir. 1512-ci ilə aid olan Şah İsmailin fərmanıdır. İndi mən bunun həcmini biraz böyüdürəm buradan. Bu fərman əlbəttə ki, türkcə olaraq hazırlanır və Musa Durqut oğluna. Burada da adı qeyd olunur burada da. Musa Durqut oğluna, bəli, deməli, verilmiş bir fərmandan söz edirik biz. Bu fərman nəyi ifadə edir? Musa Durqut oğlu Anadoludakı Türk Oğuz bəylərindən idi. Və Şah İsmayıl da Osmanlı ilə deməli bu müharibədən əvvəl onun yanında öz adamlarından birisini onun yanına yollamışdı ki, onlar da orada ki hazırlansınlar, hazır olsunlar və lazım olduğunda deməli Osmanlı əleyhinə fəaliyyət aparsınlar. Bu neçənci ildir, çox üzr istəyirəm? 1512. Aha. Həmin vaxt Şahqulu üsyanı vardı. 12-ci Şahqulu üsyanı bir il əvvəl, ondan əvvəl olub Şahqulu üsyanı. Deməli, burada bizim üçün maraqlı olan nədir? Sadəcə fərman türkcə olmasıdırmı? Xeyr. Ondan da əlavə çox mühüm bir şey var burada. Az əvvəl sizdə burada sözümüz ifadəsi var. Bax, həmin o sözümüz ifadəsi burada yer alır. Deməli, burada maraqlı fakt nədir? Deməli, Samir müəllim və hörmətli izləyicilər, bu sözümüz ifadəsi hələ İslamiyyətdən əvvəl türk xaqanlarının fərman verdikləri vaxt istifadə elədikləri əmir forması idi. Hatırlayırsınız da Orxon Yenisey abidələrində Tengri tək, Tengridə olmuş Türk Bilgə Kağan savım. Sav nə deməkdir? Söz deməkdir. Dilimizdə var. Sav söz, bəli. Deməli, həmin o savım sözü daha sonraki yüzillərdə sav sözü biraz unudulur. Olur sözüm və yaxud da sözümüz. Bu əmir şəkili Bilgə xaqandan Şah İsmaili və Səfəvilərə qədər gəlib çıxır. Amma Osmanlı mənbələrində heç vaxt hökmdarlar bu formuldan istifadə etmirlər. Hətta Səfəvilər, sadəcə türkcə verdikləri fərmanlarda yox, hətta farsça verdikləri fərmanlarda da. Fərman özü farsça olsa da mütləq orada bir sözümüz ifadəsi yer alırdı. Xüsusən də Şah İsmailin fərmanlarının hamısında var, istisnasız olaraq. Mütləq sözümüz ifadəsi var. Şah İsmail'dan sonraki Səfəvi şahlarında var, amma orada artıq belə deyək də hər zaman yer almır. Müəyyən fərmanlarda var. Amma Şah İsmail zamanındakı fərmanların hamısında var. Şah İsmail Türk dövlət ənənəsinin ən xırda ayrıntılarına qədər belə riayət edirdi. Baxın, Bilgə Xaqan zamanında etibarən. Bilgə Xan deyir ki, Tengridə bolmuş Türk Bilgə Xan savım. Burada neyinir? Öncəliklə öz hakimiyyətini Allahdan verildiyini, Tanrıdan verildiyini ifadə edir. Put anlayışı var da. Ondan sonra kim olduğunu deyir, adını deyir və sonra da mütləq savun ifadəsinə yer verir. Şah İsmailin fərmanlarında da ya deyirdi Əbül Müzəffər İsmail Bahadır sözümüz, ya da deyirdi ki Zillullah fil arzı Şah İsmail Bahadır xan sözümüz. Deməli, mən çox üzr istəyirəm. Mən sizdən soruşublar. Elə yeri gəldi mən bunu sizdən soruşum. Bir nəfər Nəsib müəllim var, o məndən soruşub. Buradan izləyirsə ona da salam göndərirəm. O dedi sizdən sual verim ki, bu Şah İsmailin özünü
Kəyan taxtının nə bilim belə bir iddia var, bilmirəm o nə dərəcədə doğrudur. Hakimiyyətə gələndə özünü Xosrovun nəslindən nə bilim Cəmşidin varisi falan belə adlandırır. Bu olubmu? Deməli, mən əvvəla icazə verin bu fikrimi tamamlayayım. O sualı daha sonra cavab verərəm həmin sualınıza. Deməli, burada Şah İsmayıl da nə edirdi? Şah İsmayıl da özünü ilk əvvəl deməli hakimiyyətinin ilahi bir mənşəyə əsaslandırdı. Yəni Tanrıdan verildiyini və yaxud da ki Tanrının himayəsi altında bir hakimiyyətə sahib olduğunu ifadə etmək üçün zillullah fil arz. Yəni Allahın yer üzündə kölgəsi. Şimdi bu İslam hükümdarlarında var, yani bu diğer İslam hükümdarlarında var. İkincisi Şah İsmail Bahadır Han veya sadece İsmail Bahadır. Birçok fermanlarda sadece İsmail Bahadır olarak anılır. Yani Şah ifadəsində mən şəxsən eğer yanlış hatırlamıramsa 2 veya 3 tane fermanında mən görmüşəm ki Şah ünvanından istifadə edir. Biz onu Şah İsmail olarak bilir ama mənbələrdə, daha doğrusu mənbələrdə bu arxiv sənədlərində daha çox İsmail Bahadır kimi o əmr verir. Üçüncü hissədə isə təbii ki Bilgə Kağan, Savun dediği kimi Şah İsmail'e sözümüz deyirdi. Yani bunu baxın, bəzən indi o müəyyən şəxslər deyirlər ki Osmanlı Türkdür, güya müasir düşünülür, Şah İsmail İranlıdır falan. Hansı köhnə əski Türk dövlət sistemini sürdürür o dövrdə? Osmanlı mı? Şah İsmail. Şah İsmail fərman verəndə belə Bilgə Kağan hansı şəkildə fərman verirdisə, Şah İsmail də o cür fərman verir. Yeri gəlmişəm burada bir şey də mən deyim. Belə bir yanlış fikir formalaşır ki, Bilgə Xaqanın abidəsi güya öyüd verir də, güya öyüd verir. Özündən sonraki əsillərə güya öyüd verir. Bilgə Xanın abidəsi öyüd vermir. Orada Bilgə Xan əslində özündən sonraki əsillərə əmr edir. Yani mesela Çin ipəyinə qanma deyir. Yani Çin tərəfindən asimile edilme deyir. Bunu öğüt vermir, bunu emr edir. Ve orada dediğim diğer şeyler. Bunu emr ederek deyir. Yani orada öğüt vermek ayrı bir şey. Öğüt vermiş orada emir verir. Ve həmin o formu daha sonrasında nə cür gəlib satır Şah İsmail formu? Uyğur xaqanlığı, Türk xaqanlığını, nədir o? İdarəçilik sistemini alır. Onlar nə cür fərman veriblərsə, nə cür deyək ki, dövləti idarə edirsə, o cür onlar da sistemdən aparırlar. Ondan sonra Uyğurlardan Monqollara, Elxanilərə, Altın Orda xanlığına filana bunlar intikal. Çünki Uyğurlar da mühüm rol oynuyor. Əslində onlara Monqol ulusları adlandırmaq düzgün deyil. Türk ulusları da əslində bunlarda. Monqollar çox az rol oynayırlar. Həm Altın Orda həm də Elxanilərdə. Uyğurlar xüsusən mühüm rol oynayırlar. Uyğurlar vasitəsilə Elxanilərə və Altın Ordaya bu miras intikal edir. Daha sonrasında isə deməli bu həmin o Elxanilərdən Teymurilərə, oradan da deməli Səfəvilərə. Deməli bunu niyə görə mən belə edirəm? Bəzən bəlkə yanlış anlaşılar ki, Şah İsmailin Orxun abidələrini mi deyək ki, öyrənib gəlib bunu? Yox, elə deyil. Bu zəncir vasitəsilə gəlib çatır Şah və Şah İsmail də bunu sürdürür. Ənənəni davam elətdirir. Həmin o xan ünvan, Bahadır xan. Bu yəni bir çox mənbələrdə və hətta Şah İsmailin verdiyi fərmanlarda belə var. Ondan sonra məsəl üçün mən ayrı bir şey deyim. O bir yaxşı Dirizəmin sualınıza da cavab eyni zamanda bu. O dövrün mənbələrini açın, oxuyun. O dövrün mənbələrini açın, oxuyun. Elə-belə bir statistika aparın da bir. Mən təbii ki, mütəxəssislərə bunu müraciət edərək deyirəm. Bir baxın, Şah İsmail, biz onu Şah İsmail olarak dedik, hamımız dedik Şah İsmail. Amma bir baxın, Şah ünvanı ilə mı çox alınır, yoxsa Xaqan ünvanı ilə mi? Mən sizə deyim ki, Şah İsmailin mənbələrdə Xaqan ünvanı ilə anılması, Şah ünvanı ilə ayrılmasından müqayisədir. Hardasa, belə deyək də, 80%-in 20%-ni. Süleyman Şahlı Xaqan falan. Bəli, Xaqan adlandırılır Şah İsmail. Xaqan. Yəni, bütün mənbələrdə və hətta hökümdarın adı vurğulanmırsa, sadəcə Xaqan deyilirsə, Səfər mənbələrdə, Şah İsmail'dir. Bilinir ki, bu Şah İsmail'dir. Yəni, bu Türk dövlət ənənəsinə Səfəvilərin bu qədər, belə deyək də, bu ənənəni sahiblənliyini sübut edir. Sadəcə bu deyil, yəni külli miqdarda faktlar var. Külli miqdarda faktlar var bu inalar qədər. Və yaxud da ki, dövlət adamlarının adlarına baxın, ləqəblərinə, Səfəvi saray adamlarının və s. Yəni, Osmanlı ilə müqayisə edilməyəcək qədər türkcə şəxs adları var. Və yaxud da ki, vergi adları olsun, idarəçiliklə bağlı istilahlar olsun, ondan sonra
hakimiyyət sistemində yer alan vəzifə adları olsun. Türkçədir bunların böyük əksəriyyəti Səfəvi zamanında. O ki qaldı o dediyiniz deməli sual. Bu ümumiyyətlə sizə mən onu deyim ki, o dövrdə bu kimi məsələlər, tutalım ki, məsələn, Ənuşiravanı Adil, bu bütün İslam ədəbiyyatında, İslamiyyətlə əlaqəsi olmasa da, Türk ədəbiyyatında da eyni zamanda, Fars ədəbiyyatı, Ərəb ədəbiyyatında olmasa da, Türk ədəbiyyatında və Fars ədəbiyyatı, İslami dönəm ədəbiyyatında bu adam bir simvoldur. Görüşürsünüz məni. Təbii ki, həmin simvoldan, misal üçün, hansısa bir ədalətin vurğulanması lazım olan yerdə, misal üçün, istifadə olunur. Və yaxud da ki, Asəf, Süleyman Peyğəmbərin vəziri olur. Hansısa vəziri, misal üçün, hərifləmək istəyəndə, deyirlər ki, Asəf səviyyəsində bir adam idi belə. Bu cür simvollar var. O köhnə dini, əski dini ənənə ilə və eyni zamanda deyək ki, köhnə İran imperiyasının o ənənəsi ilə əlaqədar olaraq bu cür simvollar var idi. Amma hər hansısa bir, deyək ki, Şah İsmailin fərmanı olsun və yaxud da ki, hansısa bir Səfəvi hökmdarının fərmanı olsun. Orada desin ki, mən özümü tutalım, elan edirəm, misal üçün, Sasanilərim var. Belə bir şey olmuyor. Hətta Oktay müəllim rəhmətli 1961-ci ildəki əsərində deməli, orada Səfəvi mənbələrindən faktlar verərək sübut edir ki, Səfəvilər Sasani xanədanına bir növ həqarətlə baxırdılar. Təşkilat-ül Əxbarda da var da. Bəli, var orada da. Çünki Şirvanşahlar özlərini Sasanilərin soyundan hesab. Halbuki Sasanilərin əlaqəsi olmur Şirvanşahlar. Şirvanşahların əslində lap belə əslinin kökünü araşdırdılar, ərəbdirlər. Düz deyək, 16-cı əsrdə ərəbliklərdən bir əsər almaq qalmamışdı. Türkləşmişdi. Əlbəttə ki, yəni baxın, artıq 12-ci, 13-cü əsr mənbələrində, 12-ci, 13-cü əsr mənbələrində bunların artıq türkləşdikləri və yaxud ən azından prosesin artıq irəlilədiyini sübut edən müəyyən faktlar var. Ancaq Səfəvilər nə üçün Sasanilərə bu cür həqarət etməz? Çünki onlar Şirvanşahların ataları, babaları hesab olunurdular. Görüşürsünüz məni. Ona görə də Səfəvi mənbələrində Oktay müəllimin oxuca çıxartdığı o müəyyən deyək ki, mənbələr var. Həmin mənbələrdə Sasanilərə qarşı mənfi bir münasibətimiz şahidi olduq. Amma o ki qaldı Türk və İran ədəbiyyatında müəyyən o şəxslərin simvollaşdırılması, bu ta Əznəbilər zamanından, ta Səlcuqilər zamanından var olan bir adət idi yəni. Bu yəni Səfəvi dönəmi ədəbiyyatında da var idi. Səfəvilərdən sonraki ədəbiyyatda da var, öncəki ədəbiyyatda da var idi. Yəni bu ilə əlaqədar ancaq bunu %100 mən bunu əmin olaraq deyirəm ki, Səfəvilər özlərindən əvvəl İrana hökm edən Türk xanədanları ilə müqayisə etdiyimizdə Səfəvilərdə belə deyək də özlərinin etnik şuurları, Türk etnosuna aid olmaqları və bunu idarəçilik sistemində və digər sahələrdə hiss etdirmələri, Türk ədəbiyyatını himayə etmələri, xüsusi olaraq himayə etmələri. Yəni bu daha əvvəlki sülalələrdə bunun bir örneği olmuyor. Yəni Aşıq şeiri məsələn. Təbii ki, aşıq şeiri saraya buraxmırdılar bunu. Yəni saraya aşıq şeiri Şah İsmailin zamanıdır. Çünki aşıq şeiri digər hökm, xüsusən Osmanlılar məsələn, nümunə versək deyə bilərik. Osmanlılar aşıq şeirini belə də çox primitiv, ayağı, belə deyək də, o sadə xalqın səviyyəsində olan ədəmiyyət kimi, belə deyək də, onu zənn edik. Amma Səfəvilər, məsələn, Şah İsmail zamanında, məsələn, aşıqlar, deyək ki, Səfəvi saray mühitində özlərinə yer edindilər və daha sonraki zamanlarda da bu cür olmağı sürdürüldü. Yəni, burada birisi nəzürdür, baxın, mən onu sizə deyim. Türk xanədanları 11-ci yüzilliyin əvvəllərindən Əznəvilərlə birlikdə mən deyirəm. Hələ Əznəvilərin o Xorasan tərəflərdəki o müəyyən idarəsini qoyan bir tərəfdə. İranın o çox önəmli vilayətlərini aldılar 11-ci əsr əvvəllərindən. Onun əvvəllərindən 1925-ci ilə qədər İran deməli adlandırdığımız ölkə Türk xanədanlarının hakimiyyəti altında. Müəyyən o zaman aralıqları xaric. Əlbəttə ki, İrana hökm edən bu xanədanlar müəyyən mənada İran mədəniyyətinin və ədəbiyyatının da təsiri altında qalıblar. Məsələn, yenə deyirəm, Əznəvilərlə bağlı bunu deyə bilərik, Səlcuqilərlə bağlı deyə bilərik, Xarəzmşahlarla bağlı deyə bilərik, Elxanilərlə bağlı və daha sonraki. Eyni zamanda Səfəvilər də
Əlbəttə ki, buradan istisna olaraq sayılmaz yəni. Görürsünüzmü? Səfəvilərdə zamanında da belə ki, İran ədəbiyyatının xüsusən İran mədəniyyətinin təsiri var idi. Bir də 21-ci əsrdə və yaxud da 20-ci əsrdə var olan o milliyyətçi axınlar, milliyyətçi fikirlər 16-cı əsrdə mövcud deyildi. Yəni o mədəniyyətlər arasında o müəyyən deyək ki, necə deyirlər, etkiləşim var idi da, təsirlənmə var idi. Yəni Səfəviləri də bu prosesdən istisna etməyimiz imkansızdır. İmkansızdır. Amma deməli Amerikalı araşdırmacı John Mason Smith deməli hələ 45 il falan bundan əvvəl deməli bir məqaləsi var onun İranyan Studies'də. Onun ilk səhifəsində deyir ki, Türklər 1000 il ərzində İran üzərində bir hakimiyyətə sahib oldular. Türklərin İran üzərində 1000 illik hakimiyyətinin zirvəyə çatdığı dövr Səfəvilər zamanı. Yəni bunu bu adam və eyni zamanda həm də enerjik bir hakimiyyət olduğunu deyir eyni zamanda. Yəni bunu belə deyək də Amerikalı və Avropalı müəlliflər belə bunu etiraf edirlər. Amma biz istəyiriksə ki, əgər Səfəvilər də bu 20-ci əsrdə, 21-ci əsrdə mövcud olan deyək ki, nə bilim, türkçülük və yaxud da Azərbaycançılıq ideologiyasına sahib olsunlar. Bu əlbəttə ki, bu cür ola bilməz, mümkün də deyil yəni. O dövr tamamıyla bir dövrdür. O dövrdə nə Osmanlı'nın, nə Şeybanilərin, nə digər xanədə Səfəvilərin belə bir fikri, belə bir əndişəsi olmayıb zaten. Ancaq əlbəttə ki, faktları müqayisə edəndə, yəni Səfəvilərin türk ədəbiyyatını xüsusi himayə etmələr, fars ədəbiyyatında himayə edirlər. Bu ayrı bir şey. Amma təbii ki, məsələn, farsca yazan şairlər Səfəvilərdən məmnuniyyətsiz çıxıb gedirlər Hindistana. Osmanlıya da bir hissəsi gəlib sığınır, bir hissəsi daha çox gedir Hindistana. Orta Asiya Şeybanilərə sığınanlar da var. Burada heç söhbət bunların deyək ki, sünni, filan, şiyə, filan olması getirmir. Sadəcə Səfəvilərin İran ədəbiyyatına himayəsinin deməli hansı səviyyədə olması bunları qane etmir. Və daha əvvəlki zamanlarda bu himayə fəaliyyətləri yüksək idi, belə deyək də Sadıq İzahir. Səfəvi dönəmdə də yenə bu himayə vardı, azalmışdı. Ona görə də bunlar, hətta şiyə olan şairlər belə, Hindistana məsələn, sünni olanlar Osmanlıya gedirlər, Orta Asiya, şiyə olan daha çox Hindistana gedirlər. Çünki Hindistanda hökmdarlar daha çox bunlara maaş verirlər və s. Amma Səfəvi dönəmində daha əvvəlki yüzillərdən fərqli olaraq türk ədəbiyyatına himayə bir xeyli artır. Və mən açığını deyim də, bax, bir dənə məsələn, ədəbiyyatçılarımız, məsələn, durub məsələn desinlər ki, 16-cı əsrdən əvvəl, bir görək ki, məsələn, müəyyənləşdirsinlər ki, nə qədər şairimiz var idi. 16-cı əsrdən etibarən nə qədər şair, öz dilimizdə yazan, mən deyirəm. Bəli, təbii ki. Azərbaycan dilinin ən yüksək zirvəsi 16-17-ci əsrdir. Bəli, yəni 16-cı əsrdən əvvəl, yəni yenə deyirəm də, yəni mən belə bir statistik araşdırma aparmışam, yəni çox az, yəni öz dilimizdə yazan çox az şairimiz var. Amma Səfəvi dönəmində hətta fars mənşəli elə şairlər var ki, türkçə şeirlər yazır. Adam özü fars. Daha əvvəl bu mümkün deyildi. Ola bilməzdi ki, fars dursun bizim dilimizdə şeir yazsın. Amma Səfəvi dönəmində əlbəttə ki, bu fəaliyyətlər onu aparıb, deyək ki, münzər elədi ki, fars şairlərdə hətta türkçə müəyyən şeir, bunların sayı azdır, amma yenə də var, yəni bu önemli bir faktdır. Yəni mənim deyəcəklərim bunlar. Yenə də sualınız varsa əgər. Namiq müəllim, çox möhtəşəm bir veriliş oldu bugünkü veriliş. Mən yenə də zövq aldım. Mən əminəm ki, bizim izləyicilərimiz də zövq aldı. Yəni bu formatda verilişlər bizdə yoxdur, çox təəssüf ki. Yəni bu cür necə deyirlər, sənədlərlə belə savadlı şəkildə faktları bir-birinin ardınca sadalayan şəxslər çox azdır. Ona görə mən sizə çox böyük təşəkkür edirəm. Yəni söhbət verilişlərdən gedir. Verilişlərdə ancaq belə ya şovdan danışırlar, ya da ki başqa şeylərdən danışırlar, qeyri-elmi söhbət edirlər. Mənim əsas məqsədim odur ki, bizim ictimaiyyət bax bu cür verilişlərə adət eləsin. Faktları necə deyirlər, sənədlər əsasında açıqlayan alimləri dinləsinlər. Bu xüsusda mən bir daha da sizə təşəkkür edirəm. Öz qızıl vaxtınızdan ayırdınız, bu mühüm mövzulara aydınlıq gətirdiniz və mən elə başa düşürəm ki, bu verilişdən sonra bu məsələlər hamısı yəni ən azından artıq necə ki, siz Türkiyədə o araşdırmalarınız nəticəsində oradakılar da baxıb gördülər ki, həqiqət başqadır. Mənə elə gəlir ki, buradakılar da Səfəvilərə qərəzi olmadan, sadəcə oradan-buradan eşitdiklərini eşidib danışanlar da bəlkə biraz düşünərlər. Çünki, yenə deyirəm, sənədlərlə danışıldı bu verilişdə. Ona görə çox maraqlı veriliş oldu. Sizə bir daha da təşəkkür edirəm. Hörmətli izləyicilər,
Belə verilişləri qaçırmamaq üçün kanalımıza abunə olun və bu verilişi də paylaşın ki, qoy daha çox adam xəbər tutsun. Çox sağ olun Namiq müəllim. Təşəkkür edirəm sizə.